Elhamdülillah və əftahu və salatu və selamu alə mən la nəbiyyə bə'də. Deməli, qardaşlar, 40 hədis kitabından 4-cü hədisdəyik. Hədisin inşallah bu yazıları bu çapda biraz xətalı düşüb. Ona görə inşallah mətni başqa çapdan oxuyaq ki, normal görə bilək cümlələri. An Əbi Abdurrahman Abdullah bin Məsud radiyallahu anh qalə deyir ki, Həddəsənə Rasulullah sallallahu aleyhi və səlləm, həddəsənə yəni mənə rəvayət elədi Rasulullah sallallahu aleyhi və səlləm və huvə əs-sadiqul məsduq, o düz danışandır. Məsduq yəni düz danışmağı da təsdiq olunmuşdur, yəni ona gələn vəhy təsdiq olunmuşdur. Məsduqu alimlər bu cür izah edir. İnnə əhədəkum, yəni hədisdə davam edir ki, əhədəkum yücməu xalquhu fi batni ummihi 40 yevmən. Yəni sizlərdən hər biriniz ana bətnində yığılıb yaradılarkən 40 gün nütfə halında, 40 gün nütfə halında, yəni kişinin sperması ilə qadının suyu bir yerə cəm olunur. Yəni bu cür izah edirlər alimlər. Thumma yakunu alaqatan mislə zəlik. Sonra deyir, laxtalanmış qana çevrilir. Mislə zəlik, yəni həmin 40 gündə yəni bu cür olur. Yəni eyni ilə, yəni o vaxt qədər də laxta qan halında olur. Thumma yakunu mudğatan mislə zəlikə. Sonra həmin vaxt qədər, yəni yenə də 40 gün dişlənilmiş ət parçası halında olur. Yəni bir əti dişləyirsən, nə qədər ki qopartmısan, yəni bir adam normalda nə boyda ət qopardır, yəni o boyda, o formada olur. Thumma yursəlu ileyhi mələk. Sonra ona mələk göndərilir. Yəni fənyanfuxu fihi ruh. Ruh üfürüləcək mələk göndərilir ona. Və yu'məru bi 4 kəlmətir. Həmin mələyə 4 kəlmə əmr olunur. Yəni vəhy əmr olunur və o vəhy, o kəlmələr bi kətbi rizqihi. Həmin kəsin ruzisi yazılır. Ruzi yəni həm elmi, əməli, imanı, həm də ki dolanışıq olan ruzilər. Və əcəlihi. Sonra onun əcəli yazılır ki, nə qədər yaşayacaq. Və əməlihi, sonra etdiyi əməllər yazılır, nələr edəcək. Eşitməyi, durmağı, oturmağı, ibadət edəcək, etməyəcək, yəni bunlar yazılır, işləyəcək, işləməyəcək. Və şəqiyyin əv səidin. Və sonra isə onun nədir, o bədbəxtdir yoxsa xoşbəxt olması. Və bunlar da qardaşlar Allah Subhanahu taalanın yəni qədərdə mərhələ 4-dür. Nə üçün bunu deyirəm? Yəni birdən bu hədis oxuyanda deyərlər ki, onda məcburuq ki, filan şeyləri eləməyə və ya eləməməyə. Allah Subhanahu taala birinci bilir. Bilir ki, sən edənsən yoxsa yox. Yəni hansı yolu seçəcəksən. Vəssalam. Artıq buradan biz bilməliyik ki, təqsir özümüzdədir. Nəyisə eləmirik. Deməli 4 mərhələdən keçir. Əl-ilm, bilmək, əl-kitəbə, yazmaq, yazır, biləndən sonra Allah Subhanahu taala yazır lövh-i məhfuzda qədəri. Sonra əl-məşiyyə, sonra Allah Taala artıq istəyir. Yəni Allahın istəyi olmadan heç bir şey baş verə bilməz. Hətta Allahın sevmədiyi işlər belə onun istəyi ilə baş verir. Orada niyə baş verdi istəyi ilə? Burada onun hikməti bizə tam bəlli deyil. Bizdən təslim olmaq qalıb. Sonra isə 4-cü mərhələ xalq, təkvin deyirlər buna, yəni ərsəyə gətirməsi. Sonra da ərsəyə gətirir. Deməli bilir, yazır, istəyir və ərsəyə gətirir. Yaxşı, davam eləyək. Sahabə hədisi rəvayət edəndə and içir ki, fəvəlləzi la iləhə qayruhu, and olsun ki, özündən başqa haqq ibadət olmayanı, yəni Allah and olsun. Sonra hədisi davam edir. İnnə əhədəkum lə ya'məlu bi əməli əhl-i cənnə. Sizlərdən biri cənnət əhlinin əməlini eləyər, yəni zahirən salih insan kimi görünür. Sən demək qəlbində xainlik var imiş, yəni haqqa qarşı şübhəsi var imiş. Yəni cənnət əhlini edir, əməlini edir. Hətta mə yakunu beynəhu beynəhə illə zira.
Hətta onunla cəhənnəm arasında bir dirsək məsafə qalır. Hə qayıdır burada qadın cinsi cənnətə. Yox, üzr istəyirəm. Onunla cənnət arasında. Onunla cənnət arasında bir dirsək məsafə qalır. Burada hə cənnətə qayıdır, cənnət qadın cinsindədir. Sanki artıq cənnətə düşmüş kimidir. Və yasbiqu aleyhil kitab. Amma ona yazılan qədər, talih onu qabaqlayır. Fəyəməlu bi əməli əhlin nər fəyədxuluhə. Ona cəhənnəm əməlinin işlərini görür, cəhənnəm əhlinin işlərini görür, əməlini edir və cəhənnəmə daxil olur. Sonra Rasulullah sallallahu əleyhi və səlləm sözünü davam edir. Deyir ki: "Və innə əhədəkum la ya'malu bi əməli əhlin nar." Sizlərdən biri deyir, cəhənnəm əhlinin əməlini etmiş olar. Hətta mə yakunu beynəhu və beynəhə illə zira. Hətta cəhənnəmlə onun arasında bir dirsək məsafə qalmış olur. Və yasbiqu aleyhil kitab. Amma yazılan talih qədər onu qabaqlayır. Fə ya'məlu bi əməli əhlil cənnə fəyədxuluhə. Və cənnət əhlinin əməlini edir və cənnətə düşür. Yəni əvvəlkinin əksi. Yəni kitab onu qabaqlayır deyəndə, yəni dediyimiz kimi, yəni lövh-i məhfuz. Yaxşı, buradan hədisdən çıxan kiçik faydalara baxaq. Yəni tam da yox. Yəni bu qardaşlar, bu ola bilər bütün şübhələrə cavab vermədik. Yəni biz də qısa danışırıq. Amma müəllimlərimizin YouTube-da dərsləri var. Orada bu hədislər haqqında geniş şərhlər veriblər. Deməli faydalardan Muhammed sallallahu aleyhi və səlləmin həqiqi rəsul olması, çünki tibb elminin inkişaf etmədiyi vaxtlarda ana bətnindəki bu tərtibatdan, bu gedişatdan yəni danışması, bu da təbii ki, vəhnəndir. Sonra mələyin Allahın qulu olması, yəni özlərindən öz başına heç nə etmirlər, yəni Allah təala onları göndərir, onlara əmr edir. Sonra ruzinin yazılması, yəni insan bilmir ona nə qədər nə yazılıb, ona görə yaxşı işlərə səy göstərilməsi lazımdır. Sonra and içməyin icazəli olması, çünki bildiyimiz qədər and içmək elə də bəyənilmir, amma ciddi məsələlərdə səndən and içmək tələb olunmasa da belə, səndən tələb olunmasa belə, and içmək icazəlidir. Sonra qədər məsələsində diqqətli olmaq, yəni alimlər deyir ki, bu məsələdə biz bilmirik sonumuz nə olacaq, ona görə ixlaslı olmalıyıq. Hətta İbn Hüseymin rahmehullah and içərək deyir ki, and olsun Allaha, kim Rəbbi ilə səmimi, ixlaslı olarsa və salih əməl edərsə, dini yaşarsa, Allah təala onu heç vaxt yəni zəlil etməz. Sonra burada bir məsələyə toxunaq. Yəni 4 ay tamam olduqdan sonra, yəni ruh üfürülür. Burada iki yerə bölünür bu məsələ. Əgər ruh üfürüldükdən sonra uşaq düşərsə, yəni 4 aylığında o qüsl edilər, kəfənlənər və cənazə namazı qılınar. Sonra müsəlman qəbirstanlığında dəfn edilər. Həmçinin ona ad qoyular və əqiq qurbanı kəsilər. Çünki o artıq yəni tam insana çevrilmişdir. Və həmçinin ikinci məsələ odur ki, belə 4 aylıq həmin ölən uşaq haqqında və yaxud da ki, heç ölməyib, ona ruh verildikdən sonra onu ana bətnindən salmaq, yəni bütün hallarda haram sayılır. Çünki bu onun həlaki deməkdir. O insan olduğu üçün öldürülməsi yol verilməzdir. Həmçinin faydalardan burada, yəni Allah Subhanahu taala məxluqatın qayğısına qalır. İnsanlar ana bətnində olarkən, dünyaya gələrkən və vəfat edərkən onlara diqqət ayıran mələklər təyin etmişdir. Və həmçinin alimlər bu hədisin şərhində buyurur ki, bu bizə ruzinin yazılması, qədərin yazılması, salih əməl edəcəyik, etməyəcəyik. Bu məsələdə Allah təala öz qüdrətini bizə bəyan edib. O demək deyil ki, biz əməllərdən çəkinməliyik. Və bəziləri bunu deyə bilər ki, onda mən qədəri dəlil gətirirəm, sübut gətirirəm, namaz qılmıram, etmirəm, çünki mənə belə yazılıb. Alimlər deyir ki, bu hədisdə görünür ki, sən hardan bilirsən ki, sənə nə yazılıb? Hardan bilirsən? Bəs niyə Allah Rəsulunu
öz rəsulunu niyə göndərdi və bizə əmrlər və qadağalar buyurdu. Həmçinin deyirlər ki, əgər elədirsə, niyə oğurluq səndən evində oğurluq olanda niyə polisə deyirsən? Onda denən ki, qədər baş verdi, mən polisə deməyəcəm, bu Allahın qədəridir, gəldilər apardılar. Və yaxud da xəstələnəndə niyə həkimə müraciət edirsən? Və yaxud da ki, müdiriyyət maaşı verməyəndə niyə gedib istəyirsən ki, ver? Elə ondansa denən ki, qədərimdə bu yazılıb, vermir, deməli verməyəcək belə. Yəni bu cür olmaz. Bu cür qədəri dəlil gətirmək olmaz. Qədəri dəlil nə vaxt gətirilir? Sübut nə vaxt gətirilir? İş baş verib, qutarıb, yəni sənin bilmədən. Tutaq ki, qəfil mübahisə yarandı, dava-dalaş düşdü və birini vurdun, öldü, yəni istəməzdin ki, olsun. Ondan sonra deyirsən ki, bu qədərdə yazılıbmış, amma iş baş verməmiş, qədəri, dəlil, sübut gətirib hər hansı biri işi etməmək və yaxud da ki, etmək, bu nədir? Yol verilməzdir. Yəni, qədəri dəlil gətirir ki, mən gedirəm oğurluq eləməyə, çünki mənim qədərimdə yazılıb. Bu cür etmək və yaxud da ki, mən namaz qılmıram, çünki mənim qədərimdə yazılıb. Bu cür etmək yol verilməzdir. Çünki Allah Subhanahu taala namazı əmr edib, çünki Allah Subhanahu taala oğurluğu qadağan edib. Yəni, biz Allah Subhanahu taalanın əmrlərinə və qadağalarına riayət etməliyik. İndi isə bunun qrammatik tərəfinə baxaq. An Abdurrahman, Abdullah ibn Məsud, an burada harf-ı cərdir. Əbi ismu məcrur və aləmətül cərhi əliyə və huvə mudaftır. Abd mudafun ileyhi mecrurun ve huve mudafun. Er-Rahman mudafun ileyhi mecrurun ve alametul cerh el kesra. Abdullah bedeldi. Min Əbi, Əbinin bədəlidir. Məcrurun və aləmətul cərh el kesra. İbnin bədəli səni, ikinci bədəldir. Məcrurun və aləmətul cərh el kesra zahira və huve mudaf. Məshud mudafun ileyhi mecrurun ve aləmətul cərh el kesra zahira alə əxirihi. Radiyyə fi'lu madin mebni aləl fethi. الله فاعل مرفوع وعلامة رفعه ضمة ظاهرة على آخره عنه أنا حرف الجر الهاء ضمير متصل مبني على الضم في محل الجر قال فعل ماضي مبني على الفتح حدثنا حدث فعل ماضي مبني على الفتح نا ضمير متصل مبني على السكون في محل النصب مفعول به. Çünkü haddete ne sanki elə bil ki deyirsən darabana. Bunu dedik. Rasul fa'ul merfu alametu raf'ihi ad-dammatu zahiratu ala ahirih ve huve mudaf. Allah mudaf Allahi yani mudafun ileyhi el mecrurun ve alametul cerri el kesra. Salla fi'lu madin mabnin alel fetha muqaddara men'a min zuhuriha et-ta'azzur. Allahu fa'ilun merfu'un ve alametu raf'ihi ad-dammatu zahira على آخره عليه على حرف الجر والهاء ضمير متصل مبني على الكسر في محل جر. وسلم الواو حرف عطف يعني burada واو. سلم فعل الماض مبني على الفتحة والفاعل مستتر جوازا تقديره هو. وهو الصادق الواو استئنافية yani yeni bir cümle başlangıcı vavıdır. هو ضمير منفصل مبني على الفتح في محل رفع مبتدا. الصادق خبرده مرفوع وعلامة رفعه الضمة الظاهرة على آخره. مصدوق خبر الثاني ikinci خبر أو ويحتى صفة demək olar مرفوع علامة رفعه الضمة الظاهرة على آخره. إن حرف توكيد ونصب تنصب المبتدا وترفع الخبر. أحدكم أحد اسمه إن منصوب وعلامة نصبه الفتحة وهو مضاف. الكاف يعني buradaki kını deyir. ضمير متصل مبني على ضم في محل الجر بالإضافة. الميم علامة الجمع يجمع. Bunu düzəldərsiniz qardaşlar əgər bu kitabı çap eləsəz. فعل مضارع مرفوع وهو مبني للمعلوم olacaq yəqin. للمعلوم
Məlum yox, yəni məchul olmalıdır, amma burada görə necə deyir? Çünki yücməğudur. Yücməğu deyil. Və huva məbniyun limə ləm yüsəmmə. Bu belə olacaq inşallah. Ləm yüsəmmə fəiluhu. Bu cürdür. Limə ləm yüsəmmə fəiluhu. Yəni faili adlanmayıb, yəni məchul. Məbniyun lil məchul yəni demək istəyir. Sonra xalquhu. Orada necə gəlmişdi xalquhu? Yəni xalquhu gəlmişdi orada. نائب فاعل مرفوع وعلامة رفعه الضمة وهو مضاف الهاء ضمير متصل مبني على الضم في محل جر مضاف إليه في بطن في حرف الجر بطن اسم مجرور وعلامة جره الكسرة وهو مضاف. Sonra ummihi yani biz gelmiş orada ummihi 40 yevmende yani mudafun ileyhi mecrurun ve alametul cari el kesre ve huve mudafun el ha damir muttasil mebniyun alel kesri fi mahallil cari bil idafe 40 naibun mef'ul mutlak mebniyun lil adedi mensubun ve alametul nasbihi el ya. Yani bunlar hakkında naibul mef'ul mutlak meselesine kardeşler, yani kimde nəsə qaranlıq qalsa yəni dərsləri təkrarlayıb ki, bu irabı burada normal başa düşsün. Çünki bizdə yəni bu hər məsələyə geniş toxunsaq vaxt çox gedəcək. Mənsub aləmətun nasbihi əliyə li'annahu mulhaq bi cəm'il müzəkkər salim. Yəni tam müzəkkər salim deyil, mulhaqdır, yəni onu oxşarıdır. Yevmən nə olan şeydir? Təmyizun mənsub aləmətun nasbihi əl-fəthə. Təmizdir, nəyin təmizdir? 40'nin. Sonra nutfe hal, yani nutfeten halun mensubun ve alametun nasbihi el fetha ve hiye hal min naibil faal halbuhu. Yani bunun naib failinin neydi? Halıdır. Çünkü halbuhu naibil faali daha. Bunun fiili neydi? Yücme'u. Aydındır. Yəni yücməu xalquhu. Bu özü naibül faildir. Amma bunun da halı nutfədir. Bunun da halı nutfədir. Xalquhu nutfətə. Ona görədir ki, bu haldır, naibül olan xalquhu naibül failinin halıdır. Belə bu cür tərcümə edilir. ثم يكون ثم حرف عطف يكون فعل مضارع مرفوع وعلامة رفعه الضمة الظاهرة على آخره وهو يرفع المبتدأ ve yansibu yani yakununu deyir. Ve yansibul haber ve ismuha damirun mustatir cevazen takdiruhu huwa. Sonra alaqatan haberu kana mansubun ve alametu nasbihi el fetha. Yani thumme yakunu alaqatan olduğu için bu kana'nın haberidir. Sonra necə gəlmişdi? Mislə sıfətun li alaqat. Bunun sifətidir. Bu alaqada mənsub olduğu üçün mənsubun və aləmətun nasbihil fəthə olacaq. Və huva mudaf. Çünki misil bildiyimiz kimi, yəni yanaşı bir sözdən gələndə mudaf rolunda olur. Qabilə bəğdə kimi də. Zəlikə ismu işarə məbnun aləl fəthə fi məhəlli cər mudafın ileyhi. Niyə mudaf ileyhi? Mislə zəlikə gəlmişdi də orada. Mislə zəlikə. Aydındır. Ona görə misil mudafdır. Bu da mudafun ileyhidir. Sonra thumme yakunu mudgatan mislə zəlik. Tu'rabu. Bunun özü irab olunacaq necə? El-cümlətə səbiqə. Yəni əvvəlki cümlələr ki var idi. Ona baxarsınız. Bunun eyni ilə yəni hansıdır? Thumme yakunu alaqatan mislə zəlikə deyir, baxarsınız. Bu da deyir onun kimidir. Yaxşı. Thumme yursəlu. Thumme harfu atfın yursəlu fi'lu mudarun merfu ve alametu rafhi ad-dammatu zahiretu ala ahirihi ve huve mebniun lima burada deyir lem yusamme fa'iluhu. İleyhi ila harfu cer vel ha damirun muttasilun mebniun alel kesri fi mahalli cer. Orada necədir? Thumme yursəlu ileyhi melek.
mələku. Naibun fail mərfuun və alamətun raf'ihi dammatun zahira alə axirihi. Yəni mələk göndərilir. Sonra fə yanfuxu. Fə hərfu atfın yanfuxu fiilu mudar mərfu alamətun raf'ihi dammatun zahiratu alə axirihi. Fihi fi hərfu cər vel hə damir متصل مبني على الكسر في محل جر. الروح مفعول به يعني ينفخ فيه الروح إليه روح مفعول به منصوب وعلامة نصبه الفتحة. Sonra yu'meru ve yu'beru yani. El-vav harfu atfte yu'meru fiilu mudar merfu alamatu rafi damme ve huve mebnun lima lem yusamme fa'iluhu bi erba'i el-ba harful cer erba'a ismu mecrur yani erba'i بأربع كلمات doğrudan. بأربع اسم mecrur ve alametul cerhi el kesre ve huve mudaftı. Çünkü kelimet de onu mudaf ileyhi olacak. Yani kelimetin mudaf ileyhi mecrurun ve alametul cerhi el kesre. Sonra gelir bi ketbi. Bi ketbi el b harfu cer ketb ismu mecrurun yani ketbi ve alametul cerhi el kesre ve huve mudaf. Bu mudaf olacak. Mudaf ileyhi nedir? Rizkihi. Bi ketbi rizkihi. رزق مضاف إليه مجرور وعلامة الجر الكسر وهو مضاف والهاء ضمير متصل مبني على الكسر في محل جر مضاف إليه رزقه وأجله orada أجله والواو حرف عطف أجل معطوف على رزق مجرور مثلها والهاء ضمير متصل مبني على الكسر في محل الجر مضاف إليه. Sonra bu əməl hədisin özündə olacaq. Yəni və əməlihi. Bunu elə bir şey sanki qara rəngdə olmalıdır. Sonra bu irab əcəl kimi irab olunacaq. Sonra nə gəlir? Və şəqiyyun əl-vav istiğnafiyə. Niyə şəqiyyin olmadı? Yəni bunlara atf olmadı. Yəni deyilmədi ki, kətbi rizqihi və əcəlihi və əməlihi və şəqiyyin əv səidin. Yəni belə deyilmədi. Yəni vav yeni bir istiğnafiyə sanki cümləyə başladı. Şəqiyyun. Onda yaxşı, yeni cümləyə başlayanda bu nədir? İsimlə başlayıbsa ismin cümlədir. Mübtəda xəbəri hanı onun? Aydındır. Baxaq, hədisə bax qardaşlar. Baxın. Kətbi rizqihi, əcəlihi və əməlihi və şəqiyyun əv səidun. Yeni bir vav cümləyə başlayır. İndi bu şəqiyyun baxırıq ki, nəkiradır. Deməli bu nədir? Xəbərdir. Bunun bəs mübtədası hanı? Görək burada nə deyir? Şəqiyyun xəbər. Nəyin xəbərdir? Li mübtədəi o mübtəda üçün. Necə mübtəda üçün? Mübtədanın sifətini gətirir. Li mübtədəyin məhsufin təqdiruhu huva. Sən demə, burada huva deyən, yəni huva şəqiyyun. Yəni va huva şəqiyyun əv səidun. Yəni burada huva mübtədası düşüb. Əv hərfu atıfdır. سعيد معطوف على شقي مرفوع وعلامة رفعه ضمد فوالله الفاء استئنافية yani sanki 21 cümle başlayır. El-vav harfi qasamdır. Yani burada vav vallahi and ismi harfidir. Harfu qasam ve cerrin hem de cer edicidir. Allahi mecrurun ve alametul cerri hel kasratu zahiret ala ahirihi. الذي صفة لللفظ الجلالة اسم موصول مبني على السكون في محل جر. Yani الذي Allah subhanahu yani sıfatıdır. La nafiyetun lil cinsi ta'mel amele innen amel nedir? İlaha ismu la'nın ismidir. Mebnun alel fethi fi mahalli nasb. Sonra gayru merfuun alel bedeli min mahalli la واسمها وهو مضاف yani la'nın sanki ismin yerindedir bu. El-ha damir muttasil mabni alel damme fi mahalli cerri mudafun ileyhi ve haberu la han haberu la mahsufun takdiruhu mevcudun. Mevcudun ama dedik ki qardaşlar bu qrammatikada nəhvçilər mevcudu deyir, amma əqidə cəhətdən orada nədir biz deyirik ki La ilahe yani məbudun bi haqqı. Yani orada hak məbud. Xəbərdə hak məbud.
Ey la iləhə mövcudun, yəni deyir ki, bu xətadır. Nəhv cəhətdən düz ola bilər, amma əqidə cəhətdən xeyr, düz deyil. Sonra inna əhədəkum inna harfu tevkidin və nasbın yansubul mübtədə və yerfəlu xəbər. Sonra əhədə ismu inna mənsubun və aləmətə nasbihil fəthə və huvə mudaf. Yəni sual verilə bilər ki, niyə mövcudun düz deyil? Yəni la iləhə illallah, yəni Allahdan başqa heç nə ilah mövcud deyil. Bu xətadır əqidəvi cəhətdən. Niyə? Allahdan başqa ilahlar mövcuddur. Amma haqq ilah mövcud deyil. Haqq ilah mövcud deyil. O cəhətdən, yəni digər ayətlərdə buna dəlalət edir. Harda qaldıq? Deməli, kəm inna əhədə kum. Kum. Damirun munfasilun fi məhəllə cər mudafun ileyhi lə ya'məlu. Hər cər mudafun lə ya'məlu. Yəni orada necə inna əhədəkum lə ya'məlu bi əməli əhl cənnə eləyir də. Əlləmu li-təvkid. Yəni burada ləm nə üçündür? Hədisə baxaq arkadaşlar. İnna əhədəkum lə ya'məlu. Bu hərfi təvkiddir. Bu inna ilə yanaşı gələ bilmir də. Yəni İnnə lə əhədəkum, li innə, lə innə olmur. Bunlar ikisi bir yerdə ikidən təvkid gəlmir. Bu muzahləqə deyilir, yəni sürüşüb keçib xəbərinə, innənin xəbərinə keçib. Ona görə innə də təvkiddir, lə də təvkiddir. Burada iki dənə gücləndirici var. Harda qaldıq? Lə mütəvkid. Ya'məlu fi'lu mudari mərfun və ləmətun rəfi əddamatu zahiratu alə əxirihim. Vəl fə'ilu mustatir cəvazən təqdiruhu huvə. Sonra bir əməli, əlbə hərfu cər, əməl, ismu məcrun vəl-bə və ələmətul cərhə kəsrə və huvə mudaf. Bu əməli mudafdır, yəni tənvinsiz olacaq. Vəl-cər məcrur mütəalliqa bi ya'məlu. Bunlar hamısı cər məcrur, ya'məlunla nədə mütəalliqdir. Deməli, bi əməli əhl cənnə olacaq. Əhl mudafun ileyhi məcrun və ələmətul cərhə kəsrə və huvə mudafun. Əl-cənnə mudafun ileyhidir. Yəni əhl cənnəti o cəhətdə mudafun ileyhi məcrur və ələmətul cərhə kəsrə. Hətta hərf-i qayədir. Yəni məqsədə çatmaq bildirən hərfdir. Mə nəfiyədir. Yəkunu fiilu mudar mərfu ələmətul rəfi dammə. Yə'məlu əməlu kənə. Kənən əməl edəcək. Yəni leysə mənasındadır. Yəni كان بينه بين ظرف مكان منصوب على ظرفية وهو مضاف والها ضمير متصل مبني على الضم في محل جر مضاف إليه وهو متعلق بمحسوب خبر يكون مقدم. Yani burada حتى يكون ما يكون بينه وبينها burada qaldırılır. İnşallah ki, indi bunu zahir edir. Burada diqqət yetirək. Deyir ki, deməli, deyir ki, qardaşlar, beynəhu mənsubdur. Niyə? Zarfdır. Zərf cəhətdən. Hədə aydındır. İndi deyir ki, və huvə mütəalliqur. Bu cər məcrurdur, zərfdir. Nə ilənsə mütəalliq olmalıdır axı. İndi mütəalliqdir nə ilə? Bir məhsubu xəbəru yəkunu. Bu yəkunun ki xəbəri var idi. Baxın yakunu. Yəni beynəhu yakununun düşmüş xəbəri ilə və bundan öndə. Yəni buradakı deyirəm. Baxın müqəddəm. Yəni beynəhudan qabaq. Mə yakunu orada da ola bilsin. Çünki indi qrammatik alimlər bilsən deyirlər ki kainun beynəhu. Mə yakunu xəbər deyir də burada. Xəbəri düşübsə, onda kainən olacaq. Mə yakunu kainən beynəhu və beynəhə. Yəni kainən düşüb. Sonra el-vav harfu atf beynəhə zarfu məkan vəl-hə mudafun ileyhi. İllə zira'un. İllə ədətul istisna mulğa. Yəni bu nə deməkdir qardaşlar? Yəni mustasna minhu zikr olunmuyub deyənə bu zira'un olacaq raf halında.
raf halında olacaq. Çünki bildiyimiz kimi müstəsna daim mənsub olmalıdır. Necə ki, məfulun bihidir, məfulun mutlaqdır, məfulun liclikdir, təmyizdir. Daim mənsub olduğu kimi, yəni mənsubatların içində zikr olunur həmişə müstəsna. Əsl odur ki, müstəsna nasibdə olmalıdır. Amma müstəsna minhu zikr olunmadıqda bunun öz qaydası var, müstəsnanın irab qaydası var. Yəni cümlənin siğasına görə, yəni sanki illə yoxdur, orada yoxmuş kimi irab olunacaq da özündəki əvvəlkinə tabe olaraq gedir. Ona görə müliğat o deməkdir ki, yəni bunun hökmü ləğv olunub, yəni müstəsna mənsub olmalıydı, icra mənsub olmalıydı müstəsnaya görə, amma burada müstəsna minhu zikr olunmadığı üçün yəni bu raf halında olacaq. Yəni bu istəsəz, yəni bu müstəsna istisnanın rükunları məsələsinə bir də baxarsınız ki, bu məsələləri düzgün başa düşmək üçün. Ziraun ismun yakunu muaxar mərfu alamatu rafihi damma zahira ala axirihi. Fikir verin. Yəni sanki illə yoxdur. Artıq zira yakununun nədir? İsmi kimi irab olunur. Baxaq. Mə yakunu beynəhu və beynəhu illə ziraun. Aydındır. Elə bir ki, güya ki, belədir. Mə yakunu ziraun beynəhu. Aydındır. Sadəcə orada əz-zira olacaq da, yakunun yanında gəlsəydi əgər. Yəni, yakununun ismidir. Amma muaxarda illədən sonraya keçib. Aydındır. Yəni, bu cür müəllif qeyd edir. Sonra وَلَمْ تُرَفْ إضامة ظاهرة على آخره فيسبق الفاء حرف عطف يسبق فعل مضارع مرفوع علامة رفعه الضمة ظاهرة على آخره عليه على حرف الجر الهاء ضمير متصل مبني على الكسر في محل جر الكتاب فاعل مرفوع علامة رفعه الضمة ظاهرة على آخره فيعمل الفاء حرف عطف يعمل فعل مضارع مرفوع علامة رفعه الضمة ظاهرة على آخره بأمل أهل النار تُعرب يُرab بأمل أهل الجنة kimidir, ona baxarsınız. Sonra فيدخلها الفاء حرف عطف يدخل فعل مضارع مرفوع علامة رفعه الضمة الفاعل والفاعل ضمير مستتر جوازا تقديره هو والهاء ضمير متصل مبني على السكون في محل نصب مفعول به. Sonra və innə əhədəkum ləyə'məlu bi'əməli əhlin nəri həttə mə yəkunu beynəhu və beynəhə illə zira'un. Fəyəsbiqu aleyhi kitabu fəyə'məlu bi'əməli olmalıdır burada. Əhl-i cənnəti fəyədxuluhə. İrabı kə-irabı ya'məlu bi əməli əhlillər kimidir, ona baxarsınız. Burada bəyəni yerinə qoymaq lazımdır. Yəni, çapda bəzi xətalar var, inşallah onlar inşallah nəzərə alaq. Tamam inşallah. Subhanəkallahumma və bihamdik. Əşhədu an la ilahə illə əntə əstəğfiruka və etûbu ileyk.